Herkese salam, kanalıma hoş geldiniz. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bugün mən sizə bu makyajı necə elədiyimi göstərəcəm. Addım-addım göstərəcəm ki, rahatlıqla baxasınız və öyrənəsiniz. Bu makyaj mənim date makyajım olsun. Kombinimi də Instagramda göstərəcəm. Keçid edib ora baxarsınız kombinimə. Keçək indi makyajımıza. Əvvəlcə bir dənə nəmləndirici götürürsünüz. Makyajdan əvvəl üz nəmləndirmək mütləqdir. Sonra isə ya BB krem, ya tonal krem, fərq etməz. Nə istifadə edirsinizsə, onu götürürsünüz və çəkirsiniz üzünə. Mən Lollisin BB kremini istifadə edirəm bugün. BB kremi üzünüzə əlinizlə də yaya bilərsiniz, amma mən bugün sponjdan istifadə etmək istəyirəm. BB kremi vurdum, gəldim. İndi isə concealer istifadə edəcəm. Gözümün altına concealer keçəcəyim və üstünə keçəcəm azca da, çünki üstünə keçməyi sevirəm. İndi göz altımızı yayırıq. Bu arada bugün bilmirəm, linerini makyaj eləyim, yoxsa sadə göz makyajı eləyim. Əslində sadə bir makyaj eləmək istəyirəm, linerə girişmək istəmirəm. Çünki lineri bir dəfə yaxşı çəkirəm, bir dəfə pis çəkirəm. Ona görə orada öyrədici bir şey olmayacağına görə düşünürəm ki, sadə bir dənə göz makyajı eləyim, amma şık duram təbii ki. Qəşəng bir dənə səliqəli makyaj edəcəyik. Hələlik sadəcə göz üstümə pudra keçəcəm. Göz altıma keçməyəcəm ki, birdən əlliyi səhv vuraram. Onu düzəltmək asan olsun. Pudra keçək. İndi isə göz makyajımızı eləyirik və ən asan bir göz makyajı sizə göstərəcəm. Çünki mən çox bacarıqsızam belə makyajlarda falan. Daha doğrusu bacarıqsız olduğumu düşünürəm. Səhifəni açandan sonra görürəm ki, yox da, yəni bəzi şeyləri bacara bilirəm. Hansı ki, mən onları düşünürdüm ki, bacarmaram əsla. Amma sizə bugün hər kəsin edə biləcəyi bir göz makyajı eləyəcəm. Çox sadə, 2 saniyəlik bir şey yəni. Bu olsun. Baxın, bu olsun. Fırçamızı götürürük. Biraz yaxına gələcəm. Baxın, buradan götürdük. Sadəcə yumru, bax. Bundan başqa heç bir şey eləmirəm yəni. Və bura keçmirəm. Yəni, bura qədər. Всё, baxın, bu. Gördünüz? Ancaq, yəni bax, belə elədim. Bax, belə. Bu hissəm üçün mən highlighter vuracağım. Gabrini'nin bu highlighterını vuracağım. Çox qəşəng bir highlighterdir. Çox uyğun qiymətlidir. Həqiqətən bunu sizə tövsiyə eləyə bilərəm ürək rahatlığı ilə. İndi zaten görəcəksiniz də. Əlimlə vururam. Baxın bir dənə buna. Və belə eləyirəm. Bax. Bu. İndi bunu səliqəyə salırıq. Və buranı azca səliqəyə salıram. Baxın. Gözümüzün altını siləcəyik, o başqa məsələ. Bu biri gözümü də eləyib gəlirəm. İndi isə kipriklərimi qatdalayacağım. Ondan sonra isə tuş vuracağım. Kipriyi qatdalamaq vacibdir, çünki gözlər daha qəşəng görünür. İndi də tuş vururuq. Tuşu isə mən biraz yan tərəfə eləməyi çox sevirəm. Onda məncə daha qəşəng görünür. Göz makyajımı bitirdim. İndi isə keçirik ənliyə. Mən burnumun qızarmış formasını çox sevdiyimə görə burnuma da ənliyi çəkdim. İndi isə bunu dağıdıram. Bu formada dağıdıram bu arada. Baxın. Və biraz yuxarılara gəlirəm. Göz altıma çox az concealer tətbiq elədim. İndi onu dağıdıb gəlirəm. Son olaraq pudra keçirəm gözümün altından. Gedərli. Toz ənliyi keçəcəm. Çox az yəni, çox az. Çox az. Yetərli. Əlim saxlar qız, yetərlidir. Tamam. Əlimi saxlaya bilmirəm. Əlliyi çox sevdiyim üçün olduq yenə al yanaq. Niyə yaptın qız? Qız niyə yaptın? Son olaraq dodaq kombomu eləyib makyajımı bitirirəm. Dodaqlarımı necə çəkdiyimi sizə indi göstərəcəm. Buradan bir ürək. 2 dənə ürək oldu mu? Всё, bitdi yəni. Bununla da bitdi bizim dodağımızın üstü ilə. Всё yəni, çox basit. Bu, yəni bitdi bizim dodaq konturumuz. Gözümün altı biraz boş görünür deyə sadəcə altından keçəcəm. O fırçadan olmadığına görə bundan eləyirəm yəni məcbur. Alt kipriyimizə də tuş vuraq elə tam olsun da.
Bu da mənim makyajım. Tam tamına 10 dəqiqəlik bir makyaj yəni. 10 dəqiqədə belə bir gözəl makyaj yəni. Görürsüz? Çox asan yollarla sizə göstərdim bu makyajın yolunu. Və belə bir makyaj. Bu mənim date makyajım olsun. Bu arada Instagram səhifəmdə də date kombinimi paylaşacağım. Keçid eləyib orada baxarsınız. Belə. Bu qədər idi dostlar. Çox asan bir makyaj. Baxan deyər ki, yarım saat 40 dəqiqə bunun üstündə əlləşib də yəni. Amma 10 dəqiqə. 10 dəqiqə belə bir makyaj. Sağ olun dostlar. Kanalıma abunə olmağı unutmursunuz. Gələn videolarda görüşənə qədər hələlik.